Ve şagirdlər, mən sizlərə 3-cü sinif riyaziyyat iş dəftərindən tapşırıqların izahını verəcəm. Tapşırıqlarımız səhifə 51-də yer alır. Səhifə 50-də olan tapşırıqların ardıdır. 6-cı tapşırıqla davam edək. Fərqi daha asan tapmaq üçün çıxılanın uyğun hissələrini müəyyən et və hesabla. Fərqi daha asan tapmaq üçün 412-dən 32 çıxanda baxırıq, baxın burada 12 var. Biz bura yazırıq 12. 32'nin 12'sini yazdıq bura. Çıxılanı hissələrə ayırıq. 32-dən 12 çıxsaq qalacaq 20-si. 412-dən əvvəlcə 12-ni çıxırıq, sonra isə 20-ni çıxırıq. 412-dən 12 çıxsaq qalır 400, 400-dən 20 çıxsaq qalır 380. Növbəti çıxma əməlinə baxaq. 543 çıxaq 83. Gördüyümüz kimi burada 43, azalanımızda 43 var. Ona göre biz 83'ün 43'ün yazırıq bura. 83'dən 43 çıxsaq 40 qalır burada. Yəni biz 83 ədədini 43 və 40 hissələrini ayırırıq. 543'dən əvvəlcə 43'ü çıxırıq. Sonra isə 40'ı çıxırıq ki, daha rahat, daha asan üsulla çıxmış olaq. 543'dən 43 çıxsaq qalacaq 500. 500'dən də 40 çıxsaq qalır 460. Növbəti misala baxaq. Ədədləri yüzlüklərə və onluqlara qədər yuvarlaqlaşdırmaqla hesabla. Hansı cavab dəqiq cavaba daha yaxındır, onu qeyd et. Baxaq, yüzlüklərə qədər yuvarlaqlaşdırsaq, 608 ədədini 100-yə qədər yuvarlaqlaşdırsaq, baxırıq sağında olan mərtəbəyə. Sağda duran rəqəm 0 olduğu üçün yüzlük mərtəbəsi dəyişmir, 600 olacaq. 132 ədədini 100-yə qədər yuvarlaqlaşdırsaq, baxırıq sağında duran rəqəm 3-dür. Sağında duran rəqəm 3-dürsə, yüzlük mərtəbəsi dəyişməyəcək. 1, 2, 0, 1, 2, 3, 4 olanda dəyişmir. 5, 6, 7, 8, 9 olarsa yuvarlaqlaşdırdığımız mərtəbə bir vahid artır. 600-dən 100 çıxsaq edəcək 500. Onluqlara qədər yuvarlaqlaşdırsaq, baxırıq sağına. Sağında 8 durubsa, 8 olanda onluq mərtəbəsi bir vahid artacaq. Edəcək 610. 132'də isə onluq mərtəbəsi dəyişməyəcək. 3 olaraq qalacaq. Yəni edəcək 130. 610'dan 130 çıxsaq qalır 480. Aha. Dəqiq cavabı hesablayaq. 608'dən çıxırıq 132-ni. 8'dən 2 çıxsaq 6'sı, 0'dan 3 çıxmaq olmur. 1 onluq ayırıq. 10'dan 3 çıxsaq 7'si. Burada qalmışdı 5. 5'dən 1 çıxsaq 4'ü. 476. Hansı dəqiq cavaba daha yaxın oldu? Onluğa qədər yuvarlaqlaşdıranda 480. Növbəti tapşırığa baxaq. 100'yə qədər yuvarlaqlaşdırsaq edəcək 500. 169'u 100'yə qədər yuvarlaqlaşdırsaq edəcək 200. Toplayanda edəcək 700. 481 ədədini onluğa qədər yuvarlaqlaşdırsaq edəcək 480. 169 ədədini onluğa qədər yuvarlaqlaşdırsaq edəcək 170. 480'in üzərinə 170 gəlsək edəcək 650. 480 üzərinə gəldik 170. Aha. Dəqiq cavaba baxaq. 481'in üzərinə 169 gəlirik. 1'in üzərinə 9 gəlsə 10, 0, 1 yadda. 8'in üzərinə 6 gəlsə 14, 1 də yadda 15. 5 yazdıq. 1 yadda. 4'ün üzərinə 1 gəlsə 5, 1 də yadda 6. 650 cavabını almış olduq. Hansı dəqiq cavaba yaxın oldu? Onluqlara qədər yuvarlaqlaşanda 650. Növbəti tapşırığa baxaq. 2 mağazada cəmi 545 yumurta var idi. Birinci mağazada 136 yumurta satılandan sonra 132 yumurta qaldı. Sonra bizə sual verir ki, birinci mağazada neçə yumurta var idi? İkinci mağazada neçə yumurta var idi? Baxın, ümumilikdə 2 mağazada bir yerdə 545 yumurta var. Doğrudurmu? Birinci mağazada 136 yumurta satılandan sonra 132'si qalıb. 136'sı satılmamışdan əvvəl neçə yumurta var idi? 136'nın üzərinə 132 gəlməklə biz birinci mağazada olan yumurtanı tapırıq. 6'nın üzərinə 2 gəlsə 8, 3'ün üzərinə 3 gəlsə 6, 1'in üzərinə 1 gəlsə 2. Demək ki, birinci mağazada 268 yumurta var imiş. 136'sı satılıb, 132'si qalıb. Bizə sual verir. Birinci mağazada neçə yumurta var idi? 268 yumurta var imiş.
Sonra isə bizə soruşur, ikinci mağazada neçə yumurta var? Baxın əziz şagirdlər, iki mağazada cəmi bir yerdə 545 yumurta var. Doğrudurmu? Bu iki mağazada olan yumurta sayıdır. İkisində bir yerdə 545-dirsə, 545-in 268-i birinci mağazadadırsa, yerdə qalanı ikinci mağazadadır. 545-dən 268 çıxmaqla ikinci mağazada olan yumurtanı tapırıq. 5-dən 8 çıxmaq olmur. 1 onluq ayrıq. 15-dən 8 çıxsaq 7-si. 3-dən 6 çıxmaq olmur. 13-dən 6 çıxsaq 7-si. 4-dən 2 çıxsaq qalacaq 2-si. İkinci mağazada 277 yumurta var imiş. Növbəti sonuncu məsələmizə bax. Lalənin 100 rəngli və 250 ağ kağızı var idi. O 45 rəngli 128 ağ kağızdan müxtəlif aplikasiyalar hazırladı. Lalənin neçə kağızı qaldı? Məsələni iki fərqli üsulla həll edək. Yəni iki üsulla həll edək. Lalənin 100 rəngli 250 də ağ kağızı var. Lalənin ümumilikdə neçə kağızı var? Lalənin ümumilikdə 100 üstə gələk 250, 350 kağızı var. Düzdürmü? Lalə 45 rəngli 128 ağ kağızdan istifadə edibdir. Ümumilikdə neçə dənə kağızdan istifadə edibdir? 128-in üzərinə gələk 45-i, 8-in üzərinə 5 gəlsək 13, 3 yazırıq. Bir yadda 2-nin üzərinə 4 gəlsək 6, bir də yadda 7, bir də düşürdürük 173. Lalə ümumilikdə 173 kağızdan istifadə edib. Doğrudurmu? Bizdən soruşur ki, lalənin neçə kağızı qaldı? Lalənin 350 kağızı var idi ümumilikdə və 373 kağızdan istifadə etdi. 0-dan 3 çıxmaq olmur. 1 onluq ayrıq. 10-dan 3 çıxsaq 7-si. Burada qaldı 4. 1 onluq ayrıq. 14-dən 7 çıxsaq 7-si. 2-dən də 1 çıxsaq qalacaq 1-i. Lalənin 177 kağızı qalmış oldu. İndi bizə gəlin bu birinci üsulumuz idi. Deyir 2 yolla yaz. İkinci üsulla necə yaza bilərik? Lalənin 100 rəngli kağızı var. 250 ağ kağızı var. Lalə 45 rəngli kağızdan istifadə edib. 128 isə ağ kağızdan. Gəlin bu cür edək. 100 rəngli kağızdan 45-in istifadə edibsə, 100-dən 45-i çıxaq, qalsın 55. Lalənin 55 rəngli kağızı qalıb. Doğrudurmu? Lalənin 250 ağ kağızı var. 250 ağ kağızın 128'ini istifadə edibdir. 250 ağ kağızdan 128'ini istifadə edibsə, lalənin 112 kağızı qalıb. 112 yox, 122 kağızı qalıb. Lalənin 122 kağızı qalmış olur. Demək ki, Lalə 100 rəngli kağızdan 45'in istifadə etdi. 55 rəngli kağızı qaldı. Rəngli. 122 də ağ kağızı qaldı. Bizdən soruşur ki, Lalənin neçə kağızı qaldı? Lalənin ümumilikdə neçə kağızı qaldığını tapmaq üçün 55'in də üzərinə gəlirik 122-ni. 55'in üzərinə 122 gəlsək 177 edər. Hər iki üsulla həll etdik. Yəni bir məsələnin, bir tapşırığının müxtəlif həlli yol ola bilər. Bir neçə yoldan yazmamıza baxmayaraq sonunda eyni nəticəni almalıyıq. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.